Sizə indi bir həşəratın şəklini göstərirəm. Əgər onun adını bilən varsa, zəhmət olmasa yorumda qeyd etsin. Bunu sizə deyə bilərəm ki, o kəpənək deyil. Kəpənəqə oxşardı. Mən uşaq olanda ona Karlosun deyərdim. O vaxtı Karlosunun multfilmi gedərdi. Ona mən həmişə Karlosun deyərdim. Amma onun adı bilmirəm nədir. İndi isə başlayaq.